Salam, hər vaxtınız xeyir olsun. Kanalımıza xoş gəldiniz. Bugün sizlərlə klinik psixoloq mən Fatimə Abuşovayam və bugündən etibarən Happy Nation komandası ilə bir yerdə sizin üçün maraqlı videolar çəkəcəyik. Bugünkü mövzumuz sərhədlərdir. Sərhədlərimizi necə qoya bilərik və digər insanların sərhədlərinə necə hörmət edə bilərik? Sərhəd deyəndə nəyi nəzərdə tuturam? Hər şeyin bir başladığı, bir də bitdiyi nöqtə var. Bu hər şeylə bağlıdır. Evimizlə bağlıdır, iş yerimizlə bağlıdır, hansısa bir torpaq sahəsi ilə bağlıdır. Heç bir fərqi yoxdur. Necə ki, biz bilirik ki, məsələn, evimiz harda başlayır, harda bitir, ölçüsü nə qədərdir, iş yerimiz hardadır. Eyni şey bizim sərhədlərimizlə, yəni dəyərlərimizlə, prinsiplərimizlə, həyat prinsiplərimizlə bağlıdır. Bizim özümüzə məxsus prinsiplərimiz, dəyərlərimiz var və müəyyən bir sərhədlərlə çərçivələnibdir onlar, sərhədlərlə əhatə olunubdur və bizə aiddir həmin sərhədlər. Amma ola bilər ki, bu bizim çərçivələdiyimiz sərhədləri başqaları aşıb keçsinlər. Biz bugün bu mövzuda əsas danışacağıq. Niyə biz başqalarının sərhədlərimizi aşıb keçməyinə, tapdalamağına icazə veririk? Və ya biz başqaları bizdən kömək istəmədiyi təqdirdə niyə başqalarının sərhədlərini keçməyə çalışırıq? Nəyə görə buna ehtiyac duyuruq? Əsas mövzumuz budur. Əslində sərhəd qoymaq o qədər də çətin deyilmiş kimi görsənir. Məsələn, yox deməklə, eləmək istəmirəm deməklə sərhədlərinizi qoya bilərsiniz. Amma təbii ki, o 3 hərfli yox sözünü demək sizin üçün çətin gəlir. Çünki o yox sözünü deyəndə düşünürsünüz ki, bəlkə də mən yaxşı insan deyiləm, mən niyə başqalarını belə elədim, mən artıq yox dedimsə məni sevməyəcəklər, mənə dəyər verməyəcəklər, hörmət eləməyəcəklər və kökdə də başlayırsınız günahkar hiss eləməyə. Hər birimizdə ola bilər bu, müəyyən mövzularda günahkar hiss eləyirik. Amma bunun artıq sizdə dozası bir qədər artıq olur, həddindən artıq hiss eləyirsiniz. Bütün həyat funksiyonallığınızı pozur. Bir insan təsəvvür edin, 30-40 yaşına qədər gəlib çatıbdır və bu ömrü boyunca ancaq insanların hər dediyinə hə deyibdir. Tutaq ki, kimsə harasa getmək istəyir, onu dəvət eləyir, ağrıyır, bəlkə də özünü yaxşı hiss eləmir, istirahət eləmək istəyir, amma sırf dostları, tanışları onunla inciməsin deyə hə deyir, sırf yaxşı insan olsun deyə hə deyir, ya da ki, hansısa bir işi eləmək istəmir, o işdə işləmək istəmir, hansısa işdə vəzifə öhdəliklərindən artıq iş veriləndə o işi görmək istəmir, amma sırf yaxşı insan olsun, yaxşı işçi olsun deyə hə demək məcburiyyətindədir. Amma nə olur, müəyyən müddətdən sonra baxırıq ki, bu adam tükənibdir. O qədər hər şeyə hə deyir, o qədər hər şeyi qəbul edir ki, artıq özünün həqiqətən kim olduğunu, nələr istədiyini, hansı dəyərləri və prinsipləri olduğunu unudur. Təsəvvür edin, artıq 30-40 il demək olar ki, həyatımızın yarısı hesab oluna bilər. Boş-boşuna insanları hə deməklə keçir, insanları təsdiqləməklə, özünü sevdirməklə, sevdirməyə çalışmaqla keçir. Bizə sərhəd qoymaqda lazım olan əsas məsələ öz dəyər və prinsiplərimizi müəyyən eləməkdir. Biz həqiqətən kimik? Biz bu həyatda nələr istəyirik? Arzularımız nələrdir? Həqiqətən bu həyatı necə özümüz üçün yaşaya bilərik? Bu mövzularda biraz düşünməyinizi istəyəcəm. Bunları artıq bir vərəqəyə, bir kağıza yazandan sonra, öz dəftərinizdə qeydlər aparıb düşünəndən sonra, nə qədər çətin olsa da, ətrafdakı insanlara yox deməyi, sadəcə cəhd eləməyi və praktikadan keçirməyinizi istəyəcəm. Yəni, hər hansı bir dostunuz sizi restorana çağırır, siz sadəcə bir dənə yox deyin. Yəni, istəmirəm, bugün keyfim yoxdur, alınmır məndən, gəlmək istəmirəm. Bunu praktikada məşq edin. Təbii ki, əvvəl-əvvəl bu sizin üçün çətin olacaq. Bu, hamı üçün belədir, keçərlidir, çətin olacaq, özünüzü narahat hiss eləyəcəksiniz emosional olaraq. Amma bunu sizə əmin edirəm ki, 10 dəfə, 15 dəfə təkrarlayandan sonra artıq hardasa normallaşmağa başlayacaq. Bunu artıq bir 50 dəfə, 100 dəfə eləyəndən sonra tamamilə normal bir şeymiş kimi qəbul edəcəksiniz. Təbii ki, bunun kökündə kök inanclar çox dərindirsə, bunu korreksiya eləmək üçün, daha yaxşı həll eləmək üçün bir mütəxəssisə müraciət eləməyiniz daha gözəl olar. Amma hər halda özünüz də öz üstünüzdə məşq eləyərək yox deməyi, sərhəd qoymağı bacara bilərsiniz. Sadəcə cəhd eləməyiniz kifayətdir. Təbii ki, nəinki başqalarına sərhəd qoymaq bizim üçün önəmlidir, həmçinin başqalarının da sərhədinə biz önəm verməliyik. Əgər kimsə bizdən kömək istəmirsə, kömək eləməyə haqqımız yoxdur. Sırf özümüzü sevdirmək deyə başqalarının sərhədlərini tapdalaya bilmərik və s. və axır. Gəlin həm öz sərhədlərimizə, həm də başqalarının sərhədlərinə hörmətlə yanaşaq. Bilirəm ki, bunları praktika eləmək əvvəl-əvvəl sizin üçün çətin olacaq, amma
nəticəsində çox gözəl şeylər olacaq. Həqiqətən də özünüz kimi yaşamağı öyrənəcəksiniz, özünüz kimi var olmağı öyrənəcəksiniz və həyatı özünüz üçün yaşamağı dadacaqsınız. Hər birinizə təşəkkür edirəm məni dinlədiyinizə görə. Suallarınız olarsa şərh bölməsinə yaza bilərsiniz. Gələn videolarda görüşənədək.